Bu ilin ilk 5 ayında 42 3M doğulub. Cari ilin yanvar-aprel aylarında ölkədə 31462 körpə doğulub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə sözü gedən göstərici azalaraq ondan 9,4-ə düşüb. Məlumata görə doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,4%, qız uşaqlarının xüsusi çəkisi isə 46,6% olub. Bu ilin yanvar-aprel aylarında ölkədə 20535 ölüm halı qeydə alınıb ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 6,1-ə düşüb. Həmçinin ilin ilk 5 ayında doğulan körpələrdən 1000-i əkiz, 42-si isə 3M olub deyə məlumatda bildirilib.